Salam uşaqlar. Bu gün mən sizə 7-ci sinif OTK-nın fevralın 8-də olan sınaq imtahanından misalları izah edəcəm. Başlayırıq birinci sualdan. 21-ci sual. 2 ədədin əbubu əkobuna bərabər ola bilər. Deməli, ədədlərin əbubu əkobuna o vaxt bərabər olar ki, bu ədədlər eyni olsun. Məsələn, 3 əbobları da 3-dür, əkobları da 3-dür. Yəni, ədədin əbubu əkobuna bərabərdirsə, deməli, bu ədədlər bir-birinə bərabərdir. Doğru cavab C variantı. 22-ci çalışmada 6, 11, x, 7, 3 ədədlərinin ədədi ortası 7 olarsa x ədədini tapın. Ədədlərin ədədi ortasını tapmaq üçün onların cəmini sayına bölmək lazımdır. Burada baxırıq, deməli, neçə ədəd var? 5 dənə ədəd var. Deməli, bu ədədlərin ədədi ortasını tapmaq üçün onları toplayıb 5-ə bölmək lazımdır. Bu ədədlərin cəmi 6, 11, 17, bu da 10, 27. Deməli, bu ədədlərin cəmi olur 27 üstəgəl x. 27 üstəgəl x ədədlərin, yəni cəmini böləndə onların sayını, yəni 5-ə olmalıdır 7. Bu tənliyi həll eləsək 27 plus x bərabərdir. 27 plus x bərabərdir 35. Buradan da x-i tapırıq. 35-dən 27 çıxırıq. Cavab 8. D variantı. Növbəti sual, deməli, 33-cü sualdır. Bir ədədlərin hasilinin nisbətinə aid bir çalışmadır. Buradan bu ifadəyə bir tənlik kimi baxsaq, A-nı -8 AB-yə vuranda 40 ABC alınıbsa, bu ifadədən A-nı tapmaq üçün deməli hasili digər vurğa bölmək lazımdır. Yəni 40 ABC-ni bölməliyik -8 AB-yə. 40-ı -8-ə böləndə olur -5. A ilə ixtisar gedir, B ilə ixtisar gedir, qalır cavab C. Deməli, doğru cavab A variantı. Növbəti sual, 21-ci sual. 21-ci sualda deməli, nə soruşur? Ədədin onluq kəsr şəklində göstərin. Adi kəsri onluq kəsrə çevirmək üçün, yəni məxrəc onluqlardan ibarətdir. Burada 3-ü 8-ə bölməklə də tapmaq olar, ancaq o biraz uzun gedər. Bunun üçün daha sadə, səmərəli yol belə əldə etmək olar. 1/8-də 3. Deməli, 8-i tam üstə olduğu kimi qalsın. 8-i 125-ə vuranda 1000 alınır. Yəni, onluqlardan ibarət ədəd olur. Ona görə 3-ü də vururuq 125-ə. Kəsirin əsas xassəsindən bilirik ki, surəti və məxrəci eyni bir ədədə vuranda və böləndə kəsirin mənası dəyişmir. Yəni, burada olur 1000, burada da olur 375. Üzr istəyirəm, 1375. Yəni, aldığımız ifadənin qiyməti 1/1000-də 375. Baxırıq variantlarda E variantı. Digər 25-ci sualda deməli, qarşılıqlı hərəkətə aid bir məsələdir. Aralarındakı məsafə 620 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik maşını yola düşdü. Maşınlardan birinin sürəti 85 km, o birinin sürəti 91 km/saatdır. 4 saatdan sonra onlar arasındakı məsafə nə qədər olar? Deməli, eyni vaxtda hərəkətə düşüblərsə 4 saata birincinin getdiyi yolu tapmaq üçün vurarıq 85-ə. İkinci avtomobilin getdiyi yolu tapmaq üçün 91-i vurarıq 4-ə. Və yaxud da ki, bunları toplayıb ikisini birlikdə 4-ə də vura bilərik. Yəni 85 plus 91 vurulsun 4. Bunların ikisinin birlikdə getdiyi yollar olacaq bu. Bu da toplayanda eləyir deməli 176 vurulsun 4. 4, 6, 24, 4, 2 hətta 30, 0, 3 hətta 704. Deməli, bunlar 704 kilometr yol gedir. Ancaq baxırıq, burada şəhərlər arasındakı məsafə 620 kilometrdir. Əgər şəhərlər arasındakı məsafə 620 kilometrdirsə, bunlar 704 kilometr necə gedə bilər? Bu deməkdir ki, avtomobillər görüşəndən də sonra hərəkətlərini davam elətdiriblər. Yəni, bu avtomobil gəlib bu tərəfə keçib, bu birisi də bu tərəfə keçib. Görüşəndən sonra hərəkət eləyiblər ya, ümumi yoldan artıq çıxıb yol. Yəni, yenə də onların arasındakı məsafəni tapmaq üçün bizdən istədiyi məsafə idi. Onların arasındakı məsafəni tapmaq üçün deməli 704-dən çıxırıq ümumi yolun uzunluğu, o artıq yolu tapmaq üçün 620-ni çıxırıq. Bu da olur 84 kilometr. Doğru cavab A variantı. Digər çalışmamızda
Soruşur. Deməli, əsasları eyni olan qüvvətlərin vurulması və bölünməsinə aid olan bir çalışmadır. Əsasları burada hamısının əsası 5-dir. Əsasları eyni olan qüvvətləri bölmək üçün qüvvətlər çıxılır, vuranda isə qüvvətlər toplanır. Deməli, bu ifadəni sadələşdirmək üçün əsas olduğu kimi qalacaq, 5 olduğu kimi qalır. Qüvvətlər bölmədə çıxılır. 16-dan 4 çıxırıq, 12, 12-nin üstə 9 gəlirik, 21, cavab 5/21 C variantı. 27-ci sualda bərabəryanlı üçbucaq, romb, kvadrat, trapesiya, bərabər tərəfli üçbucaq, düzbucaqlı, paraleloqram fiqurlardan neçəsinin bütün bucaqları bir-birinə bərabərdir? Birinci başlayaq bərabəryanlı üçbucaqdan. Əgər bərabəryanlı üçbucaqda söhbət gedirsə, bərabəryanlı üçbucağın yalnız oturacağı bitişik bucaqları bərabər olur. Demək, bunun bütün bucaqları bərabər deyil. Romb bütün bucaqları bərabərdir. Kvadrat bütün bucaqları bərabərdir. Trapesiyada bütün bucaqlar bərabər deyil. Bərabər tərəfli üçbucaq bütün tərəfləri və bucaqları bərabərdir. Düzbucaqlının da bütün bucaqları bərabərdir, yəni 90 dərəcədir. Paraleloqramda bərabər deyil. Deməli, 4 dənəsində bütün bucaqlar bir-birinə bərabər oldu. Doğru cavab B variantı. 28-ci çalışmada deməli dairə verilib. Əslində bu tip çalışmalar 9-cu sinifdə də olur, ancaq 9-cu sinifdə sektorun sahəsi ilə tapılır. Deməli, bu 7-ci sinif həcmdə olduğu üçün burada sektorun sahəsindən istifadə olunmayacaq. Tənasübdən, yəni 7-ci sinifdə keçdikləri qədər. Dairənin sahəsini ümumiyyətlə biz bilirik, dairənin sahəsi S bərabərdir pi r kvadrat düsturu ilə hesablanır. Burada baxırıq, bura 240 dərəcə verilib, bütöv dairə də 360 dərəcədir. Bu ştrixlərin hissə neçə dərəcəli bucağa uyğun olduğunu tapmaq üçün bu 360-dan çıxırıq 240-ı, qalır 120 dərəcə. Deməli, bu 120 dərəcəli hissəsi rəylənib. Bütöv dairə 360 dərəcədir. Rəylənən hissə 120 dərəcədir. Yəni, 1/3 rəylənib. 1/3 rəylənib. 1/3-nin sahəsi də 27-dir. 1/3-nin sahəsi 27-dirsə, bütövünün sahəsi 27 pi, daha doğrusu 27 pini də 3-ə vururuq, 81 pi. Deməli, bu bütöv dairənin sahəsi 81 pidir. Bizdən də dairənin radiusunu istəyir. Pi r kvadrat olduğu üçün r kvadrat. Deməli, r 9 imiş ki, kvadratı 81 olub. Doğru cavab E variantı. 29-cu sualda ədəd oxunda 7 ədədindən 5 vahid məsafədə olan ədədlərin hasilini tapın. Deməli, burada ədəd oxunda olsun, bura 7 ədədindən 5 vahid məsafədə. 5 vahid məsafə deyəndə bu ədəd 5 vahid sağda da ola bilər. 5 vahid solda da ola bilər. 5 vahid sağdadırsa, üzərinə 5 gələcək, bu olacaq 12. 5 vahid soldadırsa, 5 çıxacaq, bu da olacaq 2. Ədədlərin hasilini istəyir. Yəni, bu ədədlər 2 və 12-nin hasili. O da 24 A variantı. 30-cu sualda M 18N ədədləri uyğun olaraq 4, 6 və 5 ədədləri ilə düz mütənasib olarsa, M üstəgəl N cəmini tapın. Burada ədədlərin yazılma ardıcıllığına baxmalıyıq biz. M 18N. Burada isə yazılıb 4, 6, 8. Deməli, burada M mütənasibdir 4 ilə, 18 mütənasibdir 6 ilə, N mütənasibdir 5 ilə. Baxırıq, o birilər dəyişəndəndir. Bir dənə 18 burada 6 olub. 18 6 olubsa, deməli 3 vahid azalıb. Biz burada M-i də tapmaq üçün 4-ü 3 vahid artırıb tapa bilərik M-i. Neçə imiş ki, 3 vahid azaldanda 4 olur. Ona görə 4-ü 3-ə vururuq. M olur 12. Çünki 12-ni 3-ə böləndə 4 alınır. Bu da 5 olub. Hansı ədəd 3 vahid azalan, daha doğrusu 3 dəfə azalanda 5 olub? Deməli, 5-i də 3-ə vururuq, eləyir 15. Bu da oldu N ədədi. M üstəgəl N cəmini istəyir. 12 üstəgəl 15. Cavab oldu 27 E variantı. 31-ci sualda
ştrixlənmiş hissə hansı çoxluğu bildirir? Burada 3 çoxluq var. A çoxluğu, deməli A çoxluğu, B çoxluğu, bir də C çoxluğu. Rəylənən, ştrixlənən hissə A-ya aiddir, bir də B-yə aiddir. A və daha doğrusu C çoxluğuna aiddir, ancaq bir hissələri rəylənməyib. Yəni rəylənməyən hissə isə B-yə aiddir. Deməli A və C-nin birləşməsindən B çıxılıb. Doğru cavab D variantı. A ilə C-nin birləşməsindən B-nin fərqi. 32-ci sual. ABC bucağının B təpəsindən keçən BD şurası bu bucağı iki bucağa ayırır. Alınan bucaqların tən bölənləri arasındakı bucaq 53 dərəcə. Tən bölənləri arasındakı bucaqlar 53 dərəcədirsə, deməli bu bucaqları birləşdirəndə 53 olur 106 dərəcə. 33-cü sualda uyğun tərəflər paralel olan iki bucağın cəmi 160 dərəcə olarsa, bucaqlardan birini tapın. Uyğun tərəflərin belə bir xassəsi var ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da onların cəmi 180 dərəcədir. Burada cəminin 160 dərəcə olduğu verilib. Bu deməkdir ki, yəni onlar deməli bir-birinə bərabərdir. Bir-birinə bərabərdirsə, bu bucaqları tapmaq üçün 160-ı bölgü 2-yə cavab olur 80 dərəcə. Yəni bu bucaqların hər biri 80 dərəcəymiş. Digər sual 0 deməli 24 dövrdə 9 ədədini dövrü kəsrini adi kəsrə çevirin. Dövrü kəsri adi kəsrə çevirmək üçün baxırıq dövrdə olan rəqəmlərin sayı. Dövrdə olan rəqəmlərin sayı 9-dur. Deməli məxrəcdə bir dənə 9 yazılacaq. Dövrdən qabaqdakı rəqəmlərin sayı qədər 0, 2 dənə də 0. 900. Sonra bu ədədi bütöv yazırıq. Yəni 249-dan çıxırıq dövrdən qabaqdakı hissəni 24-ü. Bərabər olur. Bu 24-dür. Bərabər olur 900-də deməli 225. 900-də 225. Bu kəsirdə ixtisar eləsək hər ikisi 225-ə bölünür. İxtisar elədikdə qalır 4/1 Y variantı. Digər şəkil ardıcıllığı davam etdirsək 7-ci addımda şəkil necə olar? Baxırıq burada, bax diqqət yetirsək bu hissədə 2 dənə deməli dairə var, qarşısında bir dənə dairə. Növbəti şəkildə o 2 dənə dairə 90 dərəcə fırlanıb. Saat əqrəbinin əksinə 90 dərəcə fırlanıb düşüb bu istiqamətə. Üçüncü dəfə o yenə də 90 dərəcə fırlanıb düşüb deməli aşağı. Bundan sonra bu 3-cü addımdır. 4-cü addımda bunlar yerləşəcək belə. 5-ci addımda belə. 6-cı addımda belə. 7-ci addımda yenə öz əvvəlki vəziyyətinə qayıdacaq. Deməli cavab C variantı. Növbəti sual 36-cı sual. 1-dən 199-a qədər olan ədədləri yazarkən 0 rəqəmindən neçə dəfə istifadə olunmuşdur? Deməli ədədləri yazanda ilk olaraq onluqlarda sıfırlar olur. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100. Burada fikir vermək lazımdır. 100-də 2 dəfə 0 təkrarlandı. Digər hamısında bir dənə 0 təkrarlanır. Ona görə 1-dən 100-ə qədər ədədlərdə olur 11 dənə 0. Digər deməli 110-dan 120-yə qədər olan hissədə 10 dənə 0 təkrarlanır və 120-dən 199-a qədər hissədə isə 8 dəfə 0 yazılır. Bu da eləyir 29. Cavab A variantı. 37-ci sualda 7-də 3 hissəsi 33 olan ədədi tapın. Bilirik ki, hissəsinə görə ədədi tapmaq üçün ədədi verilən hissəyə bölmək lazımdır. Yəni 33-ü bölgü 7-də 3-ə kəsirlərini də bölərkən deməli birinci kəsri ikinci kəsirin tərsinə vururuq. 3-də 7-yə 33-dən 3-ü ixtisar eləyirik. 11, 7-yə vuranda 77. Doğru cavab Y variantı. 38-ci sualda üç bucağın bir təpəsindəki daxili bucağı 50 dərəcə olarsa, digər təpədəki xarici bucaqların cəmini tapın. Bir təpədəki daxili bucaq 50 dərəcədirsə, o daxili bucağa qonşu olan bucaq isə olacaq. Daxili bucaq 50 dərəcə olanda deməli üç bucağın daxili bucağı 50 dərəcədirsə, buna qonşu olan bucaq olacaq 130 dərəcə. Çünki ondan qonşu bucaqdır. Üç bucağın xarici bucaqlarının cəmi 360 dərəcə olduğu üçün deməli 360 dərəcədən bu 130 dərəcəni çıxsaq, 360 dərəcədən bu 30 dərəcəni çıxıb digər xarici bucaqların cəmini taparıq. Bu da olacaq 230 dərəcə. Cavab
C variantı. Növbəti sual 39-cu sual. 24 hektar metr kvadrat bərabərliyində nöqtələrin yerinə yazılmalı olan ədədi müəyyən edin. 1 hektar 10.000 kvadrata bərabərdir. Yəni burada 24 hektarı kvadrat metrə çevirmək üçün 10.000-ə vurmaq lazımdır. 10.000-də də deməli 4 dənə sıfır olur. Deməli bunu 10.000-ə vuranda belə bir ədəd alırıq. 240.000. Doğru cavab C variantı. Növbəti 40-cı sual. K-nın hansı tam qiymətində deməli 3 kiçikdir x kiçik bərabərdir k bərabərsizliyin 6 tam həlli var. Deməli bu aralığa daxil olan tam ədədləri yazmaq üçün 3 burada daxil deyil həmin aralığa. 3-dən sonraki ədədləri yazırıq. 4, 5, 6, 7, 8, 9, 6 dənə deməli ədəd olmalıdır. 1, 2, 3, 4, 5, 6. 6 dənə ədəd tamamlandı. Deməli 6 tam həlli var. K-nın hansı qiymətdir? Deməli K-nın yerinə hansı ədəd durur? 9 durur. Variantımız olur B variantı. İndi isə məntiq çalışmaların həllinə başlayaq. Deməli 41-ci çalışmada şəkildə ABCD topları borulardan aşağıya doğru buraxılır. Hər biri eyni vaxtda. B topu borudan neçənci çıxacaq? Yəni bunlar hamısı borudan daxil olmaqla gəlib axırıncı bu çıxışdan çıxmalıdırlar. Baxırıq məsafəyə. Burada C topu deməli kəsişməyə ən yaxındır. Deməli C bura daxil olanda o biri A ilə deməli B hələ bu kəsişməyə gəlib çatmazlar. Çünki məsafələr biraz uzaqdır. Ən birinci bu kəsişməyə B çatır. B buradan gəlib bu kəsişməyə çatanda, daha doğrusu C gəlib bu kəsişməyə çatanda D də o kəsişməyə gəlib çata bilməz. Çünki D-nin də məsafəsi uzaqdır. Ən birinci B çatacaq və B topu gəlib buradan çıxacaq. Birinci deməli bu C topu gəlib deməli borudan çıxır. İkinci baxaq. İkinci isə bu kəsişməyə ən yaxın olan C-dən sonra bu kəsişməyə ən yaxın olan B-dir. B-nin məsafəsi buradan bura qədərdir. A-nın məsafəsi buradan bura qədərdir. Baxırıq ki, B daha yaxındır. Deməli bura B daha tez çatacaq. Və buradan gəlib ikinci kəsişməyə çatana qədər bu məsafəyə baxaq. B-nin bu kəsişməyə gəlib çatması, bir də D-nin bu kəsişməyə gəlib çatması. D daha uzun yol gəlməlidir. Deməli D gəlib ora çatana qədər B bura gəlib çatacaq. Deməli ikinci bu borudan çıxan top B olacaq. B ikinci çıxacaq. Doğru cavab olur C variantı. 42-ci çalışma. 42-ci çalışmada aşağıdakı şəkildə neçə söz öz rəngi ilə uyğunlaşır? Baxırıq birinci. Qırmızı sözü yazılıb, ancaq qırmızı sözü yazılıb göy rənglə. Deməli uyğunlaşmır. Sarı sözü yazılıb qırmızı rəngdə, bu da uyğunlaşmır. Çəhrayı yaşıl rəngdə yazılıb, uyğunlaşmır. Mavi qırmızı rəngdə yazılıb, uyğunlaşmır. Qara rəngdə də yazılıb. Deməli uyğunlaşanın biri bu. Sarı rəngi də sarıdır, bu da uyğunlaşır. Yaşıl göy rəngdə yazılıb, bu uyğunlaşmır. Mavi qara rəngdə yazılıb, bu da deyil. Çəhrayı sarı rəngdə yazılıb, bu da deyil. Sarı yaşıl rəngdə yazılıb, deyil. Qara qırmızı rəngdə yazılıb, deyil. Çəhrayı qara rəngdə yazılıb, deyil. Yaşıl rəngi də yaşıldır. Uyğun gəldi. Qara qırmızı rəngdədir, bu da deyil. Qırmızı rəngdə də yazılıb, bu uyğunlaşır. Növbəti qırmızı ancaq göy rəngdə yazılıb, bu deyil. Sarı daha doğrusu qara sarı rəngdə yazılıb, bu da deyil. Sarı qara rəngdə yazılıb, bu da deyil. Mavi rəngdə yazılıb, budur. Deməli görək neçəsi uyğunlaşdı. 1, 2, 3, 4, 5. 5 dənəsi öz rənginə uyğunlaşır. Doğru cavab D variantı. 43-cü sualda fiqurlarla bağlı bir məsələdir. Dairə, dairənin daxilində də bir dairə, kvadrat, daxilində bir kvadrat, romb, daxilində bir romb.
Növbəti demək sırada eyni fiqurlarda yerləri dəyişib. Kvadrat, romb, burada da dairə. Üçüncü sırada isə romb, dairə, daxilində dairə. Deməli qalan fiqur budur. Kvadrat, daxilində kvadrat. Burada çaşdırmaq üçün bu rəng də verilib, ancaq bu kvadratın daxilində dairə olduğu üçün bu deyil. Doğru cavab D variantı. Çünki kvadrat, daxilində də kvadrat var. Sonra növbəti sualımız olacaq 44-cü sual. Birinci iki söz arasındakı analogiyaya əsasən sual işarəsinin əvəzinə uyğun olan variantı seçin. Sözlər ardıcıllığı nəzərə alınmalıdır. Deməli, oftalmoloq göz həkimini verir. Stomatoloq diş həkimi deməkdir. Deməli, stomatoloq diş uyğun gələn variant B variantı. 45-ci sual. Cavab variantdakı hərflərin yerini dəyişərkən sözləri qurun və fərqli olanı tapın. Deməli, bu hərflərdən biz hansı sözü düzəldə bilərik? Kitab sözü düzəlir. Buradan kitab düzəlir. Buradan deməli hansı söz düzəldə bilərik? Kvadrat sözü düzəlir buradan. Kvadrat. Buradan romb sözü düzəlir. Romb. Buradan hansı sözü düzəldə bilərik? Buradan dairə sözü düzəlir. Buradan üçbucaq sözü düzəlir. Deməli, baxsaq, kvadrat, romb, üçbucaq, dairə. Bunlar hamısı fiqurlardır. Bizdən fərqli olanı istəyir. Fərqli olan isə kitabdır, çünki kitab fiqur deyil. 46-cı sual. Deməli, Natiq dörtlük bir oyun taxtasında gəmi döyüşü oyunu oynayır. Natiqin iki gəmisi şəkildəki kimi yerləşdirilmişdir. Natiq üçüncü gəmisini digər iki gəmisinə toxunmayacaq şəkildə yerləşdirməlidir. Buna görə Natiq üçüncü gəmini neçə fərqli yerə yerləşdirə bilər? Deməli, gəmilər bunlardır. 3 dənə gəmi. Bu gəmi buraya yerləşdirilib, bu gəmi buraya yerləşdirilib, qalıb bizdə bu uzun gəmi. Onu da buraya yerləşdirməliyik və digər gəmilərə toxunmayacaq formada. Deməli, bu gəmini bu 3 damaya yerləşdirə bilərik birinci. Bir forma, növbəti 3 damaya 2 formada. Buraya yerləşdirə bilərik 3 forma, bu 3 damaya yerləşdirə bilərik 4 forma. Digər üzü yuxarı belə yerləşdirsək, burada o toxunacaq bu bir gəmilərə, burada da toxunacaq, burada da. Deməli, 4 variantımız qaldı bizim. 4 formada yerləşdirə bilərik. Yəni də təkrarı bu 3 damaya yerləşə bilər. 3 damaya bərabər olduğu üçün bu gəminin uzunluğu. 3 damaya, yaxud bu növbəti 3 damaya. 2 variant burada alındı. 3 dama bura, yaxud bu 3 damaya. 2 variant da bura. Deməli, doğru variantımız oldu C variantı. 47-ci sual. Qanuna uyğunluğu müəyyən edin. Sual işarəsinə uyğun gələn variantı seçin. Baxırıq, burada plus işarəsi var. Bu tip çalışmalarda mütləq bu işarəyə fikir vermək lazımdır. Deməli, baxırıq, burada 10, burada da 23. Deməli, 10 ilə 23 toplayıb cəmini aşağıda yazıblar, 33. 10 ilə 14-ü toplayıblar, 24. Eyni qayda ilə burada da davam eləməliyik. Deməli, bu işarə 33-dən toplananda 38 olmalıdır. Deməli, burada hansı ədəd olanda uyğun gəlir? 5 olanda uyğun gəlir. Çünki 5 üstə 33, 38. İndi 5 üstə 24 gəlməliyik. Bu da olacaq 29. Bizdən də bu romb formasında olan fiquru istəyir. Oldu 29 Y variantı. Növbəti 48-ci sual. Şəkildə eyni qalınlıqlı 8 kitabları göstərir bu şəkil və üst-üstə qoyulduqda onlar da eyni hündürlüyə malik olan 2 eyni ölçülü kub verilmişdir. Bu kublardan söhbət gedir. Əgər kitabın hündürlüyü 4 sm, kubun hündürlüyü 4 sm olarsa, bir kubla bir kitab arasındakı hündürlük fərqi neçə santimetrdir? Kubun birinin hündürlüyü 4 sm-dirsə,
eyni ölçülü kublardan söhbət gedirsə, deməli o birisinin də hündürlüyü 4 sm olacaq. Kublar oldu. Ümumi hündürlüyü 8 sm. Kitabların da ümumi hündürlüyü olacaq 8 sm. Və burada 8 kitab varsa, deməli bir kitabın hündürlüyü olacaq 1 sm. Bizdən də kubla kitabın hündürlüklər fərqini istəyir. Yəni kub 4 idi, kitab da 1. 4-dən 1 çıxırıq, qalır 3. Doğru cavab A variantı. 9-cu sual. Qanuna uyğunluğu müəyyən edin və sual işarəsinə əvəzinə uyğun olan variantı seçin. Baxırıq, burada 9, burada 4 və 5. Deməli, 9, 4 və 5 iki ədədin cəmi şəklində göstərilib. Yəni 4 ilə 5-in cəmi 9 eləməlidir. Burada 5 ilə 7-nin cəmi 12 eləyir. 7 ilə 3-ün cəmi 10 eləyəcək. 3-ü özümüz əlavə elədik. Burada yox idi. Yəni bu 3 ilə bu da amma boş idi. Bunları əlavə eləmişik. Bu ədədləri tapdıq biz. Sonra 15 ədədi isə 3 ilə 12 ədədinin cəminə bərabər olmalı ki, bura 15 eləsin. Bizdən sual işarəsinin yerinə duran ədədi istəyirdi. Cavab oldu 12. Deməli, B variantı. Və sonuncu 50-ci sual. Arifin mavi və narıncı kiçik kublardan düzəldilmiş 3 ölçülü kubu var. Eyni rəngli kublar yanaşı deyilsə, Arifin neçə narıncı rəngli kiçik kubu var? 3 ölçülü şəkildən də göründüyü kimi, yəni 3 eni 310-u 3 hündürüdür. Və birinci ön görünüşdən baxırıq ki, narıncı kublar 5 dənədir. 1, 2, 3, 4, 5 dənə narıncı kub var. Və növbəti sırada onunla yanaşı olmamalıdır bu narıncı kublar. Birinci 5 dənəni yazaq. Çünki bizdən narıncı kubların ümumi sayını istəyir. İlk sırada 5 dənə. Növbəti sırada bu narıncıların arxasına narıncı yerləşə bilməz. Çünki bunlar yanaşı olacaq onda. Deməli, o növbəti sırada olan narıncılar bu gördüyümüz göy kubların arxasında olacaq. Göy kublarda 4 dənədir. Bunların hər birində arxasında bir dənə narıncı. Burada şəkildən də görünür. Göy kubların arxasında görürsünüz narıncılar yerləşib. Yəni narıncı olacaq 1, 2, 3, 4 dənə. Çünki 4 dənə göy kürəcik vardı. Arxasında da 4 dənə narıncı olacaq. Və arxa 3-cü sırada isə ön sıradakı ilə eyni düzülüş olacaq. Yəni orada da 5 dənə narıncı olacaq. Ümumi narıncı kürəciklərin sayını istəyirdi. Cavab oldu 14. B variantı. Bununla da sınağımız yekunlaşdı. Əgər bizim bu sınaqları daimi izləmək istəyirsə, İntellekt Tədris Mərkəzi olaraq biz bu sınaqları daim paylaşırıq. Əsasən 9, 10, 11-ci sinif sualları paylaşırıq. Yəni maraqlananlar olduğu üçün aşağı siniflərdə bəzən bunların həlləri ilə maraqlandı. Paylaşmaqda məqsədimiz odur ki, uşaqlar başa düşmədiyi sualları buradan baxsınlar və növbəti imtahanlarda daha yüksək nəticələr əldə etsinlər. Sağ olun, bizi izləməkdə davam edin.